Elçin bəy, mən də öncə xalqımızın gözəl bayramını təbrik edirəm. Qarşıdan gələn günlərimiz uğurlu, xeyirli, mübarək olsun və əlamətdar bir haldır ki, Ramazan ayı ilə də bu bizim bu Novruz bayramı bu il üst-üstə belə deyək təvafuq edib, Ramazan ayına təvafuq edibdir. Və çox maraqlıdır. Bugün axır çərşənbədə bəzi bölgələrimizdə Qədir gecəsi deyilən bir gecə qeyd olunurdu. Bugün hamı oyaq qalırdı və bugün də həm də deyəsən Ramazan bayramında, yəni Ramazan ayında Qədir gecəsidir. Və bu bir xoş təsadüfdür ki, yeni günə düşür. Elçin müəllim, yəqin ki, o barədə indi elə dediniz, fikrimə gəldi. Dan atmaq deyirlər. Bəli, Günəşi qarşılamaq. Qədir gecəsinin bir növü. Yəni, mən onu bildirmək istərdim ki, biz bəzən bu bayramların, xoş ənənələrin, bu xalqımızın, millətimizin uzun illərdən, əsrlərdən süzülüb gələn ənənələrinin mahiyyətinə varmaq əvəzinə, onu dünyaya təbliğ etməyə əvəzinə biraz elə bil vaxtı daha çox sərf edirik. Bu nə vaxt yaranıb, necə yaranıb, hansı millətə məxsusdur, farsındırmı, türkündürmü? Mən bu şeylərin biraz tərəfdarı deyiləm. Ola bilər ki, bax, bu dünya sivilizasiyalarında ta qədimdən bəri, Babildən, Misirdən, bəri gələn bütün o dünya mədəniyyətində eyni vaxtda, təqribən eyni tarixlərdə iki paralel mədəniyyət fərqli coğrafiyalarda yaranıbdır. Ola bilər ki, bu elə Zərdüştün o dövründə də deyək ki, bir başqa formada bu qeyd olunub, deyək ki, Babilistanda da qeyd olunub, məsələn, daha başqa yerlərdə də qeyd olunub. İndi məsələ nədən ibarətdir ki, biz bunu bugün yaşatmalıyıqmı, bunu hansı formada yaşatmalıyıq? Məsələ məncə bu olmalıdır. Çünki onu dərinə geçsək, onun Elmlər Akademiyası məşğul olur, onu lap araşdırsınlar, tutaq ki, Zərdüştün dövründən yaranıb, nə dəyişəcək? Yaxud da ki, qədim türklərdən qalıb. Bu nə verir? Gəlin, biz büyünü fikirləşək. Buyurun. Onda bugün də mən düşünürəm ki, bunun təbii ki, öncə İslam dininin yanaşmasını fikrimizi deyək. Demək, Həzrət Peyğəmbər Salavatullah Mədiniyə hicrət edərkən görür, orada bu tarixi mənbələrdə, mətnlərdə, məxəzlərdə var ki, orada bəzi bayramlar qeyd edilir. Çünki ora bir qədər çox millətli və çox dinli bir şəhəridir, Məkkə kimi deyildi. Orada yəhudilər, başqa millətlər falanlar yaşayırdı. Hətta Sasani deyək ki, coğrafiyasına daxil olduğu üçün orada Fars hakimiyyəti də tərəfdarları, o Salman Farsi, məsələn, Peyğəmbərin əshabındandır. Bunlar da yaşayırdılar. Təbii ki, indi bu Novruz bayramının biraz qədim İranla əlaqəli olduğu üçün deyirəm. Demək, burada məsələ nədir? Peyğəmbər görür ki, Mehrican və Novruz bayramları günü bunlar hətta oruç tuturlar. Bunu qeyd edirlər. Şənlik edirlər. Bu maraqlanır ki, bu nə olan şeydir? Buna izah edirlər ki, bəs burada indi ola bilsin ki, orada o tonqal filan bu şeylər yoxmuş. Yəni, bu mənbələrə əsasən mən deyirəm. Ancaq o xeyirxahlıq işlərini ona qeyd edirlər Həzrət Peyğəmbərə ki, bax, bu adamlar bu günlərdə bir-birinə yaxşılıq eləyir, tutaq ki, bir-birini qonaq dəvət eləyir. Bir-birinə hansısa da bu Novruz ərəfəsində hansı adətlər olursa, bunları keçirilir və Peyğəmbərin ona münasibəti müsbət olur. Ancaq orada təbii ki, indi Peyğəmbərdir, vurğuluyur ki, bu müxtəlif, bu sapqın hərəkətlər, deyək ki, İslama müxalif olan... Məsələn, bax, bu gördüklərimiz, bax, qadın paltarı geyinmək və s. Onlara gələcəm. Gələcəksiniz, yaxşı. Demək, məsələ ondan ibarətdir ki, Peyğəmbər buna müsbət yanaşır və eyni zamanda bu silsilə şəklində İslam coğrafiyasına, İslam yayılandan sonra Orta Asiya olsun, tutaq ki, İran fəth olundu, Azərbaycan və yayıldı. Bu yerdə yaşayan xalqlar da ki, bunu qeyd edirlər, keçirirdilər. Həmin dövrlərdə yaşamış Əhl-i Beyt imamları olsun, digər bizim bu İslam böyükləri, bunların da bu məsələ ilə bağlı fikirləri var. Məsələ budur ki, bunların heç biri bunun əleyhinə fətva verməyiblər. Belə deyək də, indi o dövrün ənənəsinə görə elə get sayılırdı. Abbasilər dövrü olub, Əməvilər dövrü olub ki, indi əsasən də şəriət, İslam hüququna əsaslanan teokratik quruluşlar olubdur. Belə deyək ki, bir yarı da olsa. Amma bunların dövründə bu təkidlə qadağan olunmuyor. İntihası burada bir şey var. Mən belə düşünürəm ki, bu bayram bəlkə də ilkin yarandığı vaxtdan, ola bilər Adəmin vaxtından bəri gəlib, ola bilər Nuhun deyirlər ki, gəmidən çıxıb nicat tapdığı elə həmin Novruz ərəfəsinə təvafuq edib, yer göydə yaşıllaşıb, Nuh Peyğəmbər də çıxıb, belə də yəni bu Novruz gününə təsadüf edib, təvafuq edib daha doğrusu. Bu İslama görə, şərq fəlsəfəsinə görə təsadüf yoxdur. Bunlar indi bu rəvayətləri sonradan artırıblar, uzadıblar, daha da bunu sayını çoxaldıblar. İndi ola bilər Farslar bunu Zərdüşt dinindən bağlı, Avesta ilə bağlayıb inkişaf elətdiriblər. Türklər Ergenekonla, bu tərəflə, Şumerlə bağlayıblar. Nə bilim, başqaları başqa cür olsun. Ümumiyyətlə, bu ümumbəşəri bir dəyərdir. Mən hesab edirəm ki, bu Novruz bayramı. İndi bunu Novruz aylanır, Farsça bu nov, yeni, Ruz da gün deməkdir Novruz. Türklər, siz dediniz, Ergenekon deyir. Hər bir cür adlandıra bilər. Allahın özünün adını da biz, Allah deyirik, tutaq ki, nə bilim, Türkçə tanrıdır.
Ruslar bog deyir və s. Mahiyyət Yəni dəyişir. ona görə də bu ümumbəşəri mən hesab edirəm dəyərli. Ancaq Elçin müəllim siz gözəl qeyd ediniz. O sual çox vacib sualdır ki, o qadın paltarı geyinmək, tutaq ki, oddan atlanmaq. Bu nəinki İslam ənənələrinə və ehkamlarına ziddir. Mən deyərdim ki, bizim xalqımızın bu ənənələrinə də ziddir. Yəni o bizim milliliyimizə mi deyək, milli mentalitetimizə mi deyək, lap o əskini qoyuram bir qırağa, elə bax, indiki çağdaş dövrümüzün ənənəsinə mi deyək ki, qadın paltarı geyinib, nə bilim, hansısa bir əcaib hərəkəti. Ola bilər, bu haradasa indi bir şəbih keçirtmək, nə bilim, bir uşaqları güldürmək üçün, indi də var o, nə deyirlər, bilmirəm, uşaqlar üçün o şadlıq evlərində falan da gelib. Bunlar təbiidir, bu şeylər ola bilər. Ancaq da bunu adətə halına salıb, insanı hörmətdən salmaq, onu belə biraz riskənd obyektinə çevriləsi halda eləmək düzgün deyil. İslam örfə icazə verir, ürf deyir. Fiqdə İslam hökmlərində, ümumiyyətlə İslam hüquqşünasları buna dini terminologiyada fəqihlər oddan deyirlər. atlanmaq da düzdür. Fəqihlər deyirlər. Bunların fətvalarında örf deyilən bir adətlər var ki, bunlar yəni xalqların adətlərindən söhbət edir. Buna örf deyirlər. Adət. Tutaq ki, biz buxara papaq geyinirik. Olar, olmaz. Deyir, olar. İndi oddan atlanmaq da bu məhz məcusiliyin, atəşpərəstliyin əlaməti kimi, rəmzi kimi sən onu yaşadıb, sitayiş niyyətindən oddan atlanırsansa, bu müşriklikdir, bu İslamdan çıxmaqdır. Yox, adət kimi. Axı dedi ki, o anla bağlı deyil. Yəni, mən də onu deyirəm də, onu təsnifata bölməliyik. Elçin müəllim, bir şey deyim, burada bir qədər biz ayırmalıyıq bu məsələləri. Nəyi? Dini bayramlarla, gəlin biz milli bayramları həm mahiyyət etibarilə, həm də ki, belə baxış bucaqlarından qarışdırmayaq. Dini bayram başqadır. Məsələn, yeni il var da, bu 1 yanvar ayında qeyd olunur. Bu, Xristiyan aləminin dini bayramıdır. Amma bizim, tutaq ki, Azərbaycan xalqının... Xristiyan aləminin bayramı deyil 1 yanvar. Onlarda dekabrın 25-i İsa'nın sonunda olunur. Yəni də indi həmin günə, yanvara o yaxın ərəfələrdə qeyd olunur və yeni ildəki ilə birlikdə bu o başqa, yəni birbaşa ona o cürdə yanaşmaq. Təqvim ili biraz başqa. Yox, indi mən bunu nə baxımdan deyirəm? Çünki müsəlman aləmində də belə təsnif olunur ki, həmin bayram, hətta bilirsiniz də, bəzi mühafizəkar yönlər var, deyirlər ki, bu xristiyanların bayramıdır. Yəni, bu baxımdan da biz bunu götürək ki, yəni belə qəbul edilir. Ötən də verilişdə gördünüz, bizim folklorşünas alimimiz deyir ki, ümumiyyətlə bayram kimi qeyd olunması pisdir. İndi mən burada nə demək istəyirəm? Həmid müəllim qeyd eləyir, Həmid müəllim bir qədər bunun elə bir ki, o kökünü elə bir ki, tapmaq istəyir və onu da məncə o tapır. Sadəcə bizə yeritmək istəyirik. Yox, indi məsələn bilirsiniz necədir? Həmid müəllimin dediyi kimi biz onu qəbul etsək və təbliğ eləsək, bu bir növ İslamın həcc mərasimi kimi bir şeydir. Yəni ki, həcc tutaq ki, hicri tarixlə Zilhiccə ayında baş verir, gedirsən Məkkəyə, şeytana daş atırsan, Səfa Mərvə, onda bu nə deyirsiniz, Novruz günlərində də 4 dənə bizim çərşənbələr var. Birində tonqal qala, birində nə bilim sudan atdan, o birisində də nə bilim o dediyi ayinləri həyata keçir. Da onda oldu bu din. Onda biz dinimizi dəyişək, gedək zərdüştlüyü mü qəbul edək? Biz bunu dini bayram kimi qəbul eləmirik. Onu özləri bilər, özləri istəyir, harada yaranıb keçim qeyd eləsinlər. Heç onlar da qeyd eləmir. İntihaslı bir şey deyim sizə. O adətləri gəlin biz onu da qarışdırmayaq. Deyirsiniz ki, qadın paltarı geyinilir. Filan yerdə filan cürdür. Bu bayram olaraq ümumbəşəri bir bayram ola bilər. Ki, bunu Ergenekon tutaq ki, Altayda nə bilim mən başqa cür keçirilibdir. Tutaq ki, bu cənub tərəfdə, Azərbaycanda, məsələn, bu ərazilərdə başqa cür keçirilib. Burada tutaq ki, məsələn, adət olubdur, bu cürə bir şəbih düzəldiblər ki, bu bayramda bir sevinç yaşansın. Hansısa bir xalqlar da bunu Kosa keçəl formasında eləyib. Tutaq ki, indi bugün Orta Asiyada keçirilən gəlin görək bu Novruzla bizim Azərbaycanda keçirilən birdirmi və yaxud da başqa yerlərdə keçirilən birdirmi? Deməli, bunun mahiyyəti ilə eyni ola bilər. O yazın gəlişi, fəlsəfəsi, yaranması, bu eyni ola bilər. Amma adətləri gəlin biz onda kök axtarmıyıq. İndi o müəllim dediyi gör, deyir tonqaldan hoppanmaq zərdüştlüyə ziddir. Deməli, onlar əgər onu qeyd eləyirmişlərsə də, deməli, o atlanmaq yoxmuş. İndi bəlkə də varmış. İndi biraz da dərinə geçsə, eyni zamanda onlar ölülərin odda yandırırdılar da və ölü də mundardır. Kim yandırır? Zərdüştlükdə yandırmaq yox. Birində olub ki, qoymuşlar uca yerə, parçalayılmış vəhşi quzğunlar ki, ünsürlərlə bağlıdır. Çünki onların təriqətləri var. O daxmalar da ona görə tikilirdi. Yox, zərdüştlüyün özündə də cərəyanlar və təriqətlər var. Eyni zamanda, bunu mən bir dəfə bir araşdırma aparanda, hətta Həzrət İsa ilə də bağlı deyilirdi ki, İsa'nın
üfürülməsi, Ruhul Qüds tərəfindən anasının bətnindən üfürülməsi məhz 21 martda olubdur. Çünki 21-dən yanvarın 1-nə qədər 9 ay səhv eləmirəmsə 9 gün eləyir. 9 ay eləyir də o günləri orada gün söhbəti də var. Yəni bununla da bağlayanlar var. Ancaq mən onu demək istəyirəm ki, bu bayram bizim milli bayramımız olaraq qeyd edilməlidir. Amma necə? Bizim bayramımız. İndiki forma da. Yox, müəllim, yəni normal şəkildə də indi bilirsiniz, orada kimsə qeyri-adi bir hərəkətlər eləyirsə, bunu gətirib o bayrama da calamaq düzgün deyil. İndi bax elə yerlər var ki, orada gözəl yumurta bəzləyirlər, səməni qoyurlar. Nə olar ki, yazın gəlişidir. Evdə onda dipçə yəhməyək də biz ki, bu şirkdir, günahdır. Bu bəzi mühafizəkar qruplar var, insanlar. Bunu Talib müəllimdən soruşdunuz keçən dəfə, dedi yox, əkməyək. Bu düzgün fikirlər deyil. Azı demişkən. Adonis'in bayramı Yunanlarda. İndi sitayiş eləyən yox da o da. Əgər o da sitayiş niyyətindən od qalıyırsa, bəli, bu İslama ziddir. Əgər səməniyə inanırsa ki, bunu əkəndə buna ruzi verəcək, Allah yox, səməni buna bərəkət verəcək, o da küfürdür. Yox, biz bunu bir milli adət olaraq, necə ki evimizdə bir, yenə deyirəm də, siz hansı bir gülü xoşlayırsınız, onu əkirsiniz, qoyursuz pəncərənin altı. İndi bu oldu, biz ona pərəstiş eləyirik. Hər hansı bir xoş günümüzdə biz öz bəzi Novruz adətləri var ki, onlar həqiqətən də dinə müxalifdir. Bunu da etiraf etmək lazımdır. Məsələn, qapı pusmaq deyilən bu məsələ, tutaq ki, bu elə bizim tək dini baxımdan yox, ümumiyyətlə də yaxşı olmayan bir hərəkətdir. Adı bir kimsə kimi pusanda, icazəsi olmayanda, qulaq asanda və yaxud neynəyəndə. Bu, çünki bunun bəlkə də belə zahir baxışdan bir qeyri-adi görünməyə bilər ki, insanlar yaxşı danışmağa məcbur olurmuşlar ki, bayram günü qoy evdə xoş söhbət eləyək, bir kimsə gələr bizə qulaq asar, qoy yaxşı sözlər eşitsin bizdən. Amma eyni zamanda da siz təsəvvür eləyin ki, bir 20 adam düşüb qapı-qapı qulaq asır. Biri birindən əleyhinə danışır, tutaq ki, biri qeybət edir, bu buna şayə yayılır, o ona söhbət, bütün bu provokasiya, bu yaranır, bu nə demək, hara geri çıxır. Bu düzgün bir iş deyir. Ümumiyyətlə də bu gün elə şəhərdə biri gedib birinin qapısının ağzında dursa, o bir də qapını açsa görsə ki, bunu pusur, buna necə təsir var? Yaş bu düzgün olmayan iş niyə yaşayır? Bu vaxtı ilə indi ola bilər ki, o dövrdə, o falan... Bu mifologiyanın bugünkü baxışı eyniləşdirə bilər. İkinci bir tərəfdən də ki... Mən eyniləşdirmirəm, mən sadəcə sual verirəm. Fikrinlə müəyyən mənada razıyam. Amma bunun qədim insan utilitar mahiyyətinə inanırdı. Bugün bu ələncədir, estetik bir şeydir. Yəni bunu bu günlərin təbii ki, bu gün o qədər də ənənəvi şəkildə bu həyata keçirilmir də. Amma da bunu bilirsiniz. Sizə elə gəlir ki, bu gün qapı pusan yoxdur. Onlar var. Ələncə və yaxud da duzlu qoğal geyib yuxuda kimi versə elə adamlar yoxdur, var. Bir də Elçin müəllim, bir şey deyim mən sizə. Bu papaq atmaq deyilən şey ümumiyyətlə müəllim də yəqin ki, təsdiqləyər. Bu ilkin başlanğıcında papaq atmaq kimi olmur. Bu məsələn bu qərb tutaq ki bölgəsində bacalara da bacalar varmış o vaxtında yer evlərinin. Oradan xurcun asılmışlar. Baca gəzir. Qurşaq asanlar olub, xurcun asanlar olub. Torba, şal. Adam heç görmürmüş evdəki yuxarıdakı kimi. Görməməliymiş özü. Barın üstünə görməməliymiş. Ora nəsə qoymuş. Bu bəli, gözəl adət. Papaq nə yaxşı. Bizim xalqımızda həmin necə? Dəsmal atırdıq. Biz həm deyirik ki, papaq bizim xalqımızın namusu, qeyrətidir. Bunu başında gəzdirib. Həm də Novruz bayramında aparıb kimisə ayağının altına turlayırıq ki, gətirib içinə nəsə bir dilənçi qoyur. Bu düzgün məsələ papaq atmaq deyil. Üzr istəyirəm, bu vasitələri öz yerində. Amma uşaq nə bilir ki, o gözə görünməmək hansı mifoloji baxışdan gəlir. Əslində qalanda papaq atmaq o ruhun imitasiyasıdır. O yaxşıdır papaq atmaq. Yox, ümumiyyətlə mən onun mərasimi kökünü izah eləmək istəyirəm. O aydındır. Bu tamam başqa bir məsələdir. Papağın əleyhinədir də. Deyir ki, papaq atmaq olmaz. Vasitə kimi bəli, onu niyə Şəhriyar, Ulu Şəhriyarda da ay nə gözəl şal salladım. Amma indi axı papaq atırıq. Biz indidən danışırıq. Şəhriyar qoyurlar, papaq atmaq. Nə o evlər, o bazalı evlər deyil. Nə də o cavanlar, o qurşaq bağlamır belinə. O etnografik fon ortadan çıxandan sonra yeni bir geyim, yeni bir belə deyək, vasitələr meydana gəlir də. Onda belə çıxır ki, o kepka da qeyrət rəmzi deyil. Hətta mənim bir dənə əgər siz dediyiniz kimi mahiyyətini elədi. Siz deyən belə çıxır müəllimin həmkarımız mənə irad tutdu. Aha. Demək ki, sizin həmkarlar çox fərqli düşünür, bu yaxşıdır. Dedi ki, deyirsən, amma uşaq da kitay papağıdır, qoy atsın da 3 manatlıq papaq dedim, yox. Məsələ papağın qiymətindədir. Məsələ o mahiyyətdədir. Mən ona etiraz elədim. Dedim, uşaq vaxtından tərbiyə eləmək lazımdır da. Yəni bunu axı sən torba şəklində, mən yadıma gəlir, ruhları şad olsun, rəhmətli anamız bayram öncəsi boyun torbaları deyərdilər. Xüsusi torbalar tikərdilər parçadan. Sırf o işdən. İndi də mən elə ona gələcəm. Bax, bu bayramdan, axır çərşənbədən, yaz bayramından biznes üçün düşünənlər, dərhal fikirləşənlər, şamın növlərini, yumurtaların növləri,
yumurtaların içindən nələrsə çıxır və s. Yəni o dəqiqə düşünürlər. Bir neçə gün qabaq maraqlı bir şey gördüm. Papaq namuslu, papaq qeyrətli, papaq atma, bu torbanı at. Yəni adam torba satır və bizim Tural müəllimin, yəni Tural İrfanın təklifi əsasında bir biznes ideya yaradıb, amma gene Tural bəy yaradaydı. Onu eləməyibdi. Yəni